Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin ve ali Muhammed ve accil faracahum. Selamun aleyküm əziz izləyicilər, müsəlman bacı və qardaşlarım. İnşallah Allah tutduğunuz oruçları, ibadətləri qəbul etsin. Bildiyimiz kimi mübarək Ramazan ayıdır və bu ayın digər aylardan fərqləndirən ən mühüm xüsusiyyəti Qur'an-ı Kərimin, Allahın kitabının bu ayda nazil olmasıdır. Qur'an-ı Kərim ilahi bir kitabdır. Bu barədə bundan qabaqki bəhsimizdə söhbət elədik, hidayət kitabıdır. Qur'an-ı Kərimin digər mühüm xüsusiyyəti və bizim həyatımızda mühüm təsir qoyacaq bir xüsusiyyəti odur ki, bizə haqqı batildən ayırmağı öyrədir. Yəni bir növ bəsirət kitabıdır. Baxın, Allah-u Teala Qur'an-ı Kərimdə buyurur ki: "Təbarəkəllazi nəzzələl furqanə alə abdihi." Allah-u Teala Furqanı öz bəndəsi Həzrəti Rasulullah sallallahu aleyhi və səlləmə nazil etdi. Furqan sözünün mənası haqqı batildən ayıran mənasındadır. Qur'an-ı Kərimin Furqan olmasından bizim üçün aydın olur ki, Qur'an insanları bəsirətli olmağa çağırır. Bəsirət yəni dərin əqidə, tanımaq, yəqinlik, zirəklik, ibrət mənalarındadır. İnsanın daxilində olan bir müqəddəs qüvvədir ki, insan həmin qüvvənin vasitəsilə həqiqəti tanıyır, həqiqətləri dərk eləyir. Təfsirçilər Qur'an-ı Kərimdə bəsirətin 3 dənə mənasını çıxarış etmişdilər. 3 mənadan ibarətdir Qur'anda. Birinci mənası yəqinlik və əminlikdir. Allah-u Teala Yusuf surəsinin 108-ci ayəsində buyurur ki, Peyğəmbərə buyurur ki, qul deyinən, həzihi səbili, bu mənim yolumdur. Əd'u ilallahi alə bəsirətin, bu mənim yolumdur. Mən və mənim ardıcıllarım insanları ayıq və tam əminliklə Allah yoluna dəvət edirik. Bəsirətin burada mənası məlumdur. Əminlik, ayıqlıq, yəqinlik mənasındadır. İkinci mənası agəhlıq mənasındadır. Yəni vəziyyətdən xəbərdar olmaq mənasındadır. Qiyamət surəsində Allah-u Teala buyurur: "Bəlil insanu alə nəfsihi bəsirə." İnsan öz vəziyyətinə xəbərdardır. Bu ayədəki qabaqki ayələr budur ki, insana qiyamət günündə öz əməlləri göstəriləcək. Allah-u Teala ardıca deyilir ki, o əməllərdən də əvvəl göstərilməmişdən də qabaq. Əslində, bəlil, əslində insan ələ nəfsihi bəsirə. İnsan öz vəziyyətindən xəbərdardır. Yəni agahdır. Əllama Təbətabai buradakı bəsirətin mənasında yazır ki, insan öz batinini dərk eləyir. İnsan öz batinindən xəbərdardır. Öz həqiqətindən xəbərdardır mənasındadır bəsirət. Üçüncü mənası parlaq və açıq aydın dəlillərdir. Bəsirətin üçüncü mənası. Ənam surəsinin 104-cü ayəsi. "Qad ca'akum basairun min rabbikum." Rəbbiniz tərəfindən sizə parlaq, açıq aydın dəlillər gəlmişdir. Baxın, bu 3 dənə məna bəsirət barəsində Quran-ı Kərim bizə dedi. Bəsirət nə deməkdir? İndi bir insan ki, əgər bəsirətli olmalıdır, gərək bu 3 dənə xüsusiyyət onda olsun. Birinci, yəni yəqinlik onda olmalıdır. Yəqinlik, yəni Allahın yoluna insanları tam əminliklə, yəqinliklə, Allahın qoyduğu o həddlər, o məhdudiyyətlər çərçivəsində insanı dinə dəvət etməlidir. Peyğəmbər deyir ki, Quranda mən və mənim ardıcıllarım insanları Allahın yoluna tam yəqinliklə, əminliklə dəvət ediriksə, bu mənada ki, bəsirət sahibi olan insanda bu məna olmalıdır. Yəni, insanları əminliklə, heç bir qıraq gücün müdaxiləsi olmadan, həqiqi dinlə insanları, cəmiyyəti Allaha tərəf, Allahın yoluna tərəf dəvət etməlidir. Əgər bu xüsusiyyət bir dənə şəxsdə olarsa, bir peyğəmbərin dininin davamçısını iddia edən şəxs olarsa, o şəxs bəsirət sahibidir. Əks halda hər hansı bir şəxsin, hər hansı bir təşkilatın istəyi ilə insanları dinə dəvət edərsə, onda bu xüsusiyyət olmayacaq.
Bu xüsusiyyət olmadıqca da insanları həqiqi dinə dəvət etməyəcək. İkinci mənası ki, agahlık idi, bəsirətin və bəsirət sahibi olan insanda olmalı idi. İnsan gərək hər bir şeyin, demək olar ki, aləmdə baş verən hadisələrin batinini dərk eləməlidir. Əgər bu xüsusiyyətlər, yəni bu dərk xüsusiyyəti onda olarsa, o rahatçılıqla haqqı batildən ayıra biləcək. Yəni, batini dərk eləmək, agahlıq, bəsirət sahibi olan insanda olmalıdır. Yəni, bəsirətin ən mühüm xüsusiyyəti, yəni bir xüsusiyyəti budur. Agahlıq, işlərin batinini dərk eləmək, hər bir şeyə inanmamaq. Cəmiyyətin buna ehtiyacı var, bəsirətli olmağa ehtiyacı var. Bu günləri, yəni sosial şəbəkələrin inkişaf elədiyi bir vaxtda, medianın inkişaf elədiyi bir vaxtda gərək insanlar bu xüsusiyyəti özlərində inkişaf elətdirsinlər, bəsirətli olsunlar. Bir millət, bir cəmiyyət. Çünki agahlıq olmasa bizi rahatcasına aldadacaqlar. Baxın, insanın batinini dərk eləmək, həqiqəti dərk eləmək, həqiqəti bilmək insanın saadətinə kömək eləyir. Yəni, insan xoşbəxt olacaq həqiqəti dərk eləsə. Yəni, insan öz batinini dərk etməsi, agah olması, o bəsirət sahibi olarsa, bu xüsusiyyət onda tapılacaqdır. Həqiqəti dərk eləsin. Üçüncü xüsusiyyət parlaq və açıq aydın dəlillər mənasında idi. Yəni, əgər bir nəfər bir şeyi iddia eləyirsə, məsələn, mediada və yaxud da ki, sosial şəbəkələrdə bir şeyi görürsənsə, bir şeyi iddia eləyirlərsə və kiməsə böhtan atırlarsa, hansısa bir cəmiyyətə, hansısa bir millətə böhtan atılırsa, onun dəlilini gətirməlidir. Quran buyurur ki, qulu qavlan sadidan, möhkəm danışın. Bəsirət sahibi olan insan bunu istəməlidir, bunu düşünməlidir. Bunun ardıyıcı olmalıdır, dəlil ardıyıcı olmalıdır, hər sözə inanmamalıdır. Quran bizə bunu tapşırır. Əgər Qur'anı həyatımıza nümunə qərar versək, bu xüsusiyyətlər bizdə olacaq. Yaxşı, bu xüsusiyyətlər ki, bir bəsirət sahibində olur. Yəni, bir şəxs ki, bəsirətlidir, bu xüsusiyyətlər onda var və o saadətə çatacaqdır. Yaxşı, hansı amillər, hansı səbəblər bu xüsusiyyətin insanda yaranmasına səbəb olur? Yəni, hansı amillər? Birincisi, ilahi ayələr və nişanələrdir. İlahi ayələr və nişanələr insanda bəsirətin yaranmağına səbəb olar. İnsanın uzaq görənliyinə səbəb olar. İnsanın aləmdə baş verənlərin həqiqətini, batinini dərk etməsinə səbəb olar. Zariyyə surəsinin 20-ci ayəsində və 21-ci ayəsində Allah Müteala buyurur ki, وَفِي الْأَرْزِ آيَاتٌ لِلْمُوقِنِينَ Yəqinlik axtarışında olanlar üçün yer üzündə nişanələr vardır. Ardınca buyurur وَفِي أَنْفُسِكُمْ أَفَلَا تُبْصِرُونَ Siz öz vücudunuzda nişanələri görmürsünüz. Yəni, yəqinlik axtarışında olanlar şəxslər üçün aləmdə nişanələr var. O şəxslər ki, öz vücuduna baxarlar, ilahi nişanələr var vücudunda, bu nişanələri gördükdə ilahi qüdrəti görəcəklər. Və ilahi qüdrəti gördükdə də insanda həqiqəti görmək gözü açılır. O bizim gördüyümüz maddi gözdən fərqlənir. Və o da onun bəsirətli olmasına səbəb olacaqdır. İkinci məsələ axirəti düşünmək. Yəni, ölümdən sonraki həyatı düşünmək insanı bəsirətli olmasına səbəb olur. Yəni, insan düşünməlidir ki, bu qədər, yəni, zamancı yaşamaqla və yaxud da 60 il, 70 il ya nə qədər olursa yaşamaqla bir günləri bu dünyadan gedəcək. Bir günləri yaşadığı dünyanı tərk eləyəcək. Və bu onun səbəb olur ki, artıq bunda bir oyanış olur. Düşünür. Bu düşüncə səbəb olur ki, onun baxışı həyata dəyişir. Məsələn, bir qüdrət sahibi əlində olan müvəqqəti qüdrətlərlə özünü qüdrətli hesab eləyir, insanlara zülm eləyir, insanların haqqını əlindən alır. Və əgər bu xüsusiyyət, yəni axirət düşünmək xüsusiyyəti bir cəmiyyətdə olacaqsa və yaxud da ki, həmin şəxsin özündə belə olacaqsa, o zülmündən əl çəkəcək, o zülm eləməz. O başa düşəcək ki, bir günləri bunun haqqını ödəməlidir, bir gün bunun cavabını verməlidir, bir gün hesab kitab var ölümdən sonraki həyatda.
o zülmündən əl çəkəcək. Və bir cəmiyyət ki, bu zülmü görür, o zülmə etiraz eləyəcək. Çünki niyə? Çünki haqqı görür və bu zülmə susduğu üçün bir gündə Allah qabağında cavab verəcək axirətdə. Buna görə susmur. Onda bir oyanış yaranır. Bu oyanış bəsirətdir. Bu ayıqlıqdır, bu zirəklikdir. Bu ilahi hesab kitabın olacağına yəqinlikdir. Üçüncü səbəb ilahi yardımlar. Quran bəzi hadisələr ki, Peyğəmbər dövründə və Peyğəmbərlərin dövründə baş vermişdir, onları bizə bəyan edir, onları bizə deyir. Və bu bizim üçün bir növ ibrətdir. Çünki bəsirətin bir mənası da ibrətdir. Və bəsirətin bizim üçün yaranmasına səbəb olur. Həşr surəsinin 8-ci ayəsində Allah-Müteala buyurur ki: وَظَنُّ أَنَّهُمْ مَانِعَتُهُمْ حُصُونُهُمْ مِنَ اللّٰهِ Onlar isə güman etdilər ki, qalaları onları Allahın əzabından qoruyacaqdır. Bu Yahudilərin barəsindədir ki, Mədinədə olan Yahudilər barəsindədir ki, müsəlmanların hücumundan Peyğəmbərə dəfələrlə xəyanət etmişlər. Onlar öz qalalarına sığındılar. Öz qalalarına sığındılar. Allah-Müteala buyurur ki, onlar güman edirlər, qalaları onlar Allahın əzabından qoruyacaq. فَآتَاهُمُ اللّٰهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُوا Allah isə onların gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu və dəhşət saldı. وَقَذَفَ فِي قُلُوبِهِمْ رُعْبًا يُخْرِجُونَ بُيُوتَهُمْ بِأَيْدِيهِمْ وَأَيْدِي الْمُؤْمِنِينَ Və bunu gördülər, onlar öz evlərini, öz əlləri ilə xarab elədilər və möminlərin əlləri ilə dağıtdılar. Çün onlar ki, Allahın əzabından qorumaq üçün qalalara üz gətirdilər, güman etdilər ki, bu qalalar onları Allahın əzabından qoruyacaq. Allah isə onların gözləmədikləri yerdən onları haqlayıb qəlblərinə qorxu saldı və dəhşət saldı. Bu bizim üçün bir nümunədir. Bu bəsirəli Quran ilə ayənin axırında buyurur ki, فَاَعْتَبِرُوا يَا أُولِي الْأَبْصَارِ İbrət götürün ey ağıl sahibləri, ey bəsirət sahibləri. Yəni, onlar ki, bəsirət sahibləridirlər, bundan ibrət götürməlidirlər ki, heç bir qüdrət Allahın əzabından heç bir kəsi qoruya bilməz. Onlar güman etdilər. Qalaları onları Allahın əzabından, möminlərin onlara qarşı üsyanından qoruyacaq. Amma qorumadı. Çünki onlar öz qüdrətlərini ilahi qüdrətdən üstün görürdülər. Baxın, bu bizim üçün bir nümunədir, bir ibrətdir. Biz bu ayələrə iman gətirməliyik, bu ayələr barəsində düşünməliyik. Əgər düşünsək, bugün cəmiyyətimizdə, bugün olan hadisələrdə bunu tətbiq eləyəcəyik. Baxın, çoxları qüdrət həvəsindədirlər, qüdrət nümayiş etdirirlər. Amma bu ayələrə biz nəzər salırıq, bu ayəni günümüzlə tətbiq edirik, görürük, yox. Onlar nə qədər qüdrət sahibi olsalar, Allah bizə bəsirət sahiblərinə çatdırır ki, bu qüdrət onları Allahın qüdrətinin qarşısında məğlub eləyəcək. Sadəcə biz düzgün iman gətirməliyik. Vəziyyəti düzgün analiz eləməliyik. Və düzgün analiz eləsək, biz özümüz o böyük qüdrətlər ki, deyirik, onların qabağında dayanacaq. Bu cəmiyyətə bu bəsirət lazımdır. Ali İmran surəsinin 13-cü ayəsi. Qad kana lakum ayatun fi fi'atayn iltaqata fi'atun tuqabilu fi sabilillah. Ali İmran 13-cü ayəsində Allah-Müteala buyurur ki, Bədir döyüşünə aiddir da. Bədir döyüşündə qarşı-qarşıya gələn iki dəstə sizin üçün iki dəstədə sizin üçün bir nişanə var, bir ibrət vardır. Onlardan ibrət götürün. Onlardan bir dəstəsi Allah yolunda döyüşürdü. Və uxra kafirətun. Və digərlər də kafirlər idilər. Kafirlər nə görürdülər? Yaravunnahum misleyhim ra'al ayn. Kafirlər möminləri, Allah yolunda vuruşanları öz gözlərində iki qat görürdülər. Bu Allah ayənin ardınca buyurur: "Vallahu yu'ayyidu bi nasrihi men yasha." Allah Taala istədiyi şəxsi, istədiyi cəmiyyəti öz köməyi ilə qüvvətləndirər. Allah yenilməz qüdrət sahibidir. Allahın qüdrəti sonsuzdur. Heç bir nöqsan yoxdur zat-ı müqəddəsdə. Əgər belə olan halda bir cəmiyyət bu ayəyə baxıb özü üçün nümunə götürəcəksə, görəcək ki, Allah istədiyi kəsi öz köməyi ilə qüvvətləndirir. Və ardınca buyurur ki, İnnə fi zəlikə lə'ibrətən lil ulil əbsər. Və bu hadisədə,
bu döyüşdə, bu baş verən hadisələrdə bəsirət sahibləri üçün, həqiqəti görən şəxslər üçün ibrət vardır. Allah bizi bəsirət sahiblərindən qərar versin, aqibətimizi xətim xeyr eləsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.